Qulaqlar Pogba ilə başladılar. Mikas ələ keçirdi, Simic'e verir. Simic davam etmək istəyir, ancaq Magassa aldı yenidən. Simic, Belko, Simic'in zərbə və top qapıdan keçir. Gol, gol, gol! Epizodu nəzərdən keçirəcək. Bax bu söhbət burada Simic və Magassa'nın mübarizəsindən gedir. Hansı ki Simic burada topu alır və bax burada bəli, hakim epizodu nəzərdən keçirdi və sola çevirdi. Puxaç buradadır. Puxaçdan qapı qarşısına göndərmək keçmədi. Magassa'dan yenidən Puxaça qayıdan top. Hauza götürdü, baxdı. Lepinitsa dəstəyi verir. Lepinitsa, Ivan Lepinitsa ara ötürməsi. Zərbə gol! Velko Simic! Velko Simic! O golu tapdı. Təkrara baxırıq. Yoxdur offside. Hər şey düzdür. Qayıdan top. Puxaça. Hauza götürdü. Nəzərdən keçirdi. Lepinitsa. Fikir verin Lepinitsa'nın ötürməsinə. Burada bir qədər mübahisəli təəssürat yarandı mövqe ilə bağlı. Simic. Velko Simic əla bir toxunuşla topu uzaq altılıq istiqamətinə göndərir. Və bu dəfə artıq komandasının köməyinə çata bilmir.